Bəli, yenidən bir çox mənzillər, evlər, binalar artıq plana düşüb. Artıq ev sahiblərinə bir çoxlarının xəbərdarlığı da olunub ki, evlərinizdən əşyalarınızı yığın, təzə ünvanlara köçməyə hazırlaşın. Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binaların sökülməsində başlanılır. Bilirsiniz ki, Bakı salınarkən ilk Bakı paytaxtda təbii ki, evlər hamısı mərkəzdə tikilibdir. Sonradan mikrorayonlar yaradılıb, sonradan ətraf rayonlar, kəndlər yaradılıb. Yəni bir çoxları yox, amma bir hissəsi də sonradan. Amma əsas insanlar təbii ki, evləri, binaları mərkəzdə tikiblər. Onların da artıq istismar müddəti çoxdan yekunlaşıb. Təhlükəli vəziyyət var onlarda. Əyri dururlar çoxsu. Axar nöqtəsi xəbər verir ki, bu barədə İqtisadiyyat nöqtəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat əldə edib. Məlumata görə komitənin tabeliyində ərazi tikim planlaşdırma mərkəzi bununla bağlı hazırlıqlara başlayıb. Söküntü işləri Səbail rayonu Salman Mümtaz küçəsi, ev 30 və ev 34, eləcə də Dağlıq küçəsi, ev 24 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binaları əhatə edəcək. Daha əvvəl isə xatırladım ki, Binəqədi, Sabunçu və Surxan rayonlarında da istismar müddəti bitmiş qəzalı binaların söküntüsü ilə bağlı hazırlıqlara başlanılması haqqında biz və digər mətbuat işçisi, media xəbər vermişdi. Belə, hazırlaşın, adını dedim, ünvanı dedim. Orada yaşayan insanlar, sakinlər artıq köçməyə, başqa ünvanlara köçməyə hazırlaşsın.